Salam olsun hər kəsə. Bu gün sizlərə Temudan məhsulu qaytarmadan necə balansımıza pulu reverse edə bilərik. Bu videoda sizlərə onu göstərəcəm. İlk öncə onu sizə çatdırım ki, Temudan hər hansısa bir sifariş verdikdən sonra həmin sifarişin ödənişini kartımıza reverse, yəni geri çəkmək üçün hər Temu istifadəçisində bir dəfə bu reallaşır, yəni bir dəfə həyata keçir. Yəni bunu etdikdən sonra artıq biz bir daha həmin Temu hesabından hər hansısa bir mal zakaz verə bilmirik, yəni sifariş verə bilmirik. Bunun üçün sadəcə biz pulu geri çəkdikdən sonra həmin o nömrə olaraq qalacaq Gmail hesabımızı, hansı ki bir-birinə oxşamayacaq şəkildə Gmail hesabınızı dəyişirsiniz. Yeni bir akkauntdan, yəni Gmaildən qeydiyyatdan keçirsiniz. Eyni şəkildə yenidən sifarişinizi həyata keçirirsiniz. Lakin burada sizlərə çatdırmalı olduğum əsas vacib məqam, hər Temu istifadəçisi yalnız bir dəfə reverse edə bilər kartına. Bir dəfə pulu geri çəkə bilər. Bu isə çox asan bir şəkildə həyata keçirilir. İndi sizlərə bunu göstərəcəm. Aşağıda biz öz hesabımıza keçiş edirik və burada sifarişlər bölməsi var. Sifarişlər bölməsinə geri dönürük və mən burada ayın 18-i bir adet palto sipariş vermişdim və gördüyünüz kimi fiyat ayarlanması para iddiası Temu tarafından gerçekleştirildi. İade tutarı Temu kredi bakiyənizdə mövcuddur. Hal-hazırda şu anda mövcud olan kredi bakiyəm 5 manat 68 qəpikdir. Burada da gördüyünüz kimi mənim hesabımda 5 manat 68 qəpik balans var. Bunu necə biz verdiyimiz sifarişi geri qaytarmadan Temudan necə asan bir şəkildə balansımıza pulu geri çəkə bilərik, reverse edə bilərik. Mən bura öz bank kartıma təəssüf ki çəkmədim. Çünki əlavə bir sifariş vermişdim. Əlavə də məhsullar sifariş vermişdim burada. Sifariş naklalini yazılan yerdə kargoya verildi. 34 manat 54 qəpik dəyərində bir pul ödəmişəm. Bunu mən necə öz hesabım bağlanmadan, yeni bir hesab açmadan necə mən bu pulu geri çəkmişəm, indi sizlərə onu izah edim əziz dostlar. İlk öncə biz sifariş verdikdən sonra sifariş əlimizə çatdıqdan bir gündən 90 gün ərzində biz bu prosesi yerinə yetirə bilərik. Bu proses yerinə yetirərkən əgər 90 günün üzərinə keçibsə, yəni 3 ayın üzərinə keçibsə, təəssüf ki biz həmin necə deyək, pulu reverse edə bilmirik, geri çəkə bilmirik. Necə ki o necə olur, mən sizə onu göstərim. Baxın, mən burada hardasa noyabr ayında bir zakazım var, hansı ki 10 dənə məhsul zakaz vermişdim burada. 10 məhsul əlimə gəlib çatdı. Və burada gördüyünüz kimi bir yorum bırak, bunu təkrar satın al, para iade et, para iadesi yap. Bura para iadesi yapa basanda yazır ki iade dönümü kapandı. Üzgünüz 90 günlük iade süresi geçti. Yəni bu nə deməkdir? Yəni biz məhsul əlimizə çatdıqdan bir gündən 90 gün ərzində biz bunu iade eləmə şansımız var. Və bu iade eləyən zaman məhsulu geri vermədən pulu qaytarırıq ki, bu da hesabda bu 90 gün ərzində yerinə yetirilir. Buradan tamama basdıqdan sonra burada mən görürsünüz ki 18-i, yəni fevral ayının 18-i verdiyim 31 manat 65 dəyərindəki məhsulumun para iadəsi eləmişəm. 31 manat 65 qəpik həmin məhsulun pulunu öz hesabıma yenidən çəkmişəm və bu pulu çəkərkən hər hansı bir problem yaşamamışam və necə deyərlər, ikinci bir hesab açmama ehtiyac qalmır. Çünki mən bunu tam düzgün şəkildə yerinə yetirmişəm. İndi sizə onu necə edəcəm, onu göstərəcəm. Odur ki, sona qədər videonu izləyin. Deməli, burada para iade et, para iadesi yap var. Bura mən basdıqda artıq mən bunu bir dəfə yerinə yetirmişəm. İkinci dəfə artıq bunu edə bilməyəcəm. Onun üçün mən sizə yenidən necə etmək olar, onu sizə göstərəcəm. Baxın, burada iade nədəni var. İadə nədəninə basırıq buradan. Buradan iade nədəninə basdıqdan sonra baxın, burada kumaş malzemə bekləndiyi gibi deyil. Yəni ki, bunun tikinti materialı olduğu kimi yaxşı deyil və s. Burada yəni bir çox kateqoriyalar var.
Burada baxırıq və çoxlu bölmələr açılımıza. Biz buradan ürün çox geç gəldi deyə bir 5-ci xana var. Ürün çox geç gəldiyə basırıq və onaylaya basırıq. Buradan ürün çox geç gəldi. Məsələn, biz bura həmin məhsulumuzun bir ədəd şəklini və bir ədəd canlı videosunu hər hansı bir qaranlıq problem olmadan tam açıq və aşkar net şəkildə bunun şəklini və videosunu bura yüklüydük. Yüklədikdən sonra bura yazırıq. Salam Temu şirkəti. Mən hansı ki bu ayın neçəsi zakaz vermişəm? 18 fevral. Mənə 18 fevralda gəlib çatan məhsul çox gec gəldi və mən bunu ad günü hədiyyəsi edəcəkdim. Təəssüflər olsun ki, məhsul çox gec gəldi və mən vaxtında hədiyyəni verə bilmədim və artıq bu məhsul mənə lazım deyil. Mən bu yöntemlə çəkmişdim. Mən demişdim ki, mənim bu məhsula ehtiyacım var. Hansı ki, mən bunu ad günü hədiyyəsi olaraq verəcəm. Bir yaxınıma ad günü hədiyyəsi olaraq. Amma təəssüf ki, mənə gələn məhsul çox gec gəldi və artıq bu məhsula mənim ehtiyacım yox idi. Və bunun həmin o şəkli ilə videosunu yüklədim ora və göndərdim. Göndərdikdən sonra baxın, burada sizə vaxt verir. Deyir ki, bu pul bank tərəfindən tam olaraq rəsmiləşdirilir və günlərə bölünür. Məsələn, bir günə də gələ bilər, 3 günə də, 5 günə də, 10 günə də, bir həftəyə də. Bu əsasən pul gəlməsi bank tərəfindən həyata keçirilir ki, bankın iş günü ərzində həyata keçirilir. 1-5 iş günü ərzində həyata keçirilir və pul bizim hesabımıza yenidən revers edilir və yenidən oraya oturur. Revers dediyim, yəni pul geri qaytarılır və gördüyünüz kimi altında da yazıbdır ki, fiyat ayarlaması para iadesi yaptı. Yazıb ki, fiyat ayarlaması para iadesi Temu tarafından gerçekleştirildi. İade tutarı Temu kredi bakiyenizdə mevcuddur. Və mən o pulu kartıma geri çəkmədən burada özüm üçün alış-veriş etdim və həmin puldan 5 manat 68 qəpik vəsait burada qalıbdı. Dediyim yöntem tam və təhlükəsiz şəkildə işə yarayır. Hansı ki, bu əlavə bir hesab açmağınıza ehtiyac və s. hər hansı bir şeyə ehtiyac yoxdur ki, bu şəkildə tam rahat və güvənli şəkildə edə bilərsiniz. Videomuz bura qədər idi. Əgər kiməsə aydın olmayan hər hansı bir məqam qalarsa, rəy bölməsində fikirlərinizi izah edə bilərsiniz. Mən sizə ətraflı şəkildə geniş izah verəcəm. Odur ki, dostlar, videonu bəyənməyi, yorum atmayı unutmayın. İnşallah bir sonraki videoda görüşənə dək sağ olun, salamat qalın.